Salam əziz müəllimlər, əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Deməli, OÇK nəşrlərinin 10 may tarixində blok fənlər üzrə keçirdiyi sınaq imtahanının informatika suallarına baxırıq. Başlayaq birinci sualımızla. Deməli, məntiqi sual nümunəsidir. Cədvəlimizi çəkdik. Bizə deyir, Sabir, Nicat, Solmaz, Vaqif və Aygün həkim, müəllim, mühəndis, sürücü və mühasib peşələrindən birinə sahibdir. Aha, Sabir mühasib və ya mühəndisdir. Aha, Sabir ya mühasibdir, ya da mühəndisdir. Gəlin belə edək. Digərlərinə minus qoyaq. Müəllimə, sürücüyə, həkimə minus qoyaq. Ya mühəndisdir, ya mühasibdir. Solmaz müəllim deyil. Tamam, Solmaz müəllim deyil. Həkim qadın deyil. Aha, onda həkim olan qadın deyilsə, Solmazın və Aygünün qabağına həkim üçün minus qoymaq lazımdır. Və mühəndis və sürücü kişidir. Aha, həm mühəndis, həm də sürücü kişidirsə, onda Solmaz və Aygün üçün mühəndis üçün də minus qoymaq lazımdır. Mühəndis, bir də sürücü üçün də minus qoymaq lazımdır. Burada minus qoyanda, bu durumda Solmaza bu minuslara əsasən qalır mühasib. Bura plus qoyanda buralara hamısına minus qoyuruq. Bayaq demişdik ki, Sabir ya mühasibdir, ya da mühəndisdir. Mühasib deyilsə, onda Sabir olacaq mühəndis. Burada bu formada minuslarımızı qoymuş oluruq. Deməli, indi bizdən kimi soruşulur? Bizdən soruşulur Aygün. Bu minuslara əsasən Aygün olacaq bizdə müəllim. Burada da minus qoyuruq. Burada Nicat və Vaqif daha doğrusu hələ ki havada qalır. Problem deyil. Bizdən zaten Aygün soruşulur da Aygün olacaq müəllim. Bu qədər cavabımız olacaq C variantı. Daha sonra baxaq növbəti sual nümunəmizə. Aha, qrafımız verilmişdir. Gəlin qrafın təpələrinə uyğun cədvəldə lazımi hissələri müəyyənləşdirək. Bizdən soruşulur A məntəqəsindən C məntəqəsinə və D məntəqəsindən G məntəqəsinə qədər yolların uzunluqları cəmi. Deməli, soruşulur A-dan C-yə və D-dən G-yə. Bu məsafələrin cəmi bizdən soruşulur. Bir dəqiqə dəqiqləşdirim. Deməli, A-dan C-yə, D-dən G-yə. Aha, indi gəlin başlayaq. Deməli, əvvəl qrafımıza baxırıq. Hər təpənin neçə dənə qonşusu olduğunu müəyyənləşdiririk. Baxırıq, Y təpəsi 2 dənə qonşusu olan bir təpədir. G təpəsi 3 qonşusu olan bir təpədir. A təpəsi 2, B təpəsi 2, D təpəsi 1, 2, 3, F təpəsi 1, 2, 3 və G təpəsi 1, 2, 3. 3 təpəli qonşulardır. Aha. Deməli, buradan indi nəyi müəyyənləşdirə bilərik biz? Birinci G təpəsini tapa bilərik. Necə? Çünki baxın, bizdə digər üçlü təpələrin hamısının qonşularında ikili təpələr var. Amma istisna G təpəsidir ki, bütün qonşular üçlüdür. Ona əsasən birinci G təpəsini tapa bilərəm. İndi gəlin, buna əsasən G təpəsini müəyyənləşdirək. Bir dəqiqə, gəlin bunu götürək ümumiyyətlə. Aha, üçlü təpələrdən yola çıxaq. Bir dənə misal üçün birinci təpəmiz üçlü təpədir. Birin qonşuları hansılardır? 4-dür. 4 bizdə ikilidir. Aha, bu artıq bizə lazım deyil. Başqa üçlü təpə bizdə 3-dür. 3-ün bir qonşusu 5-dir. 5 bizdə üçlüdür. Tamam. 6-dır, üçlüdür. Tamam. Bir də 7-dir. 7 ikilidir. Onda bu da lazım deyil. 1 getdi, 3 getdi. Növbəti üçlü təpəmiz 5-dir. 5 təpəsi, yəni baxın ki, hansı təpələrə yolları var. Misal üçün 5 təpəsinin 1-ə, 3-ə, 6-ya yolu var. Demək ki, 3 dənə təpəyə yol var. Ona görə 3 qonşusu var. Onu əsasən müəyyənləşdiririk. Ümid edirəm, aydındır məntiqi. 5-in bir qonşusu 1-dir. 1 özü üçlü təpədir. Biri 3-dür. 3 özü baxıram ki, üçlü təpədir. Biri də 5-dir. 5 özü də üçlü təpədir. Əla, deməli, bütün qonşuları üçlü təpə olan üçlü təpənin özü G təpəsi 5 olacaq. 5 oldu bizdə G təpəsi. Bunu müəyyənləşdirdim. İndi bircə dəqiqə davam edək növbəti hissələrdən. Deməli, G təpəsi tapıldı. İndi gəlin elə bir üçlü təpə tapaq ki, baxın C təpəsindən söhbət gedir. Həmin üçlü təpənin iki təpəsi də iki dənə qonşusu da ikili təpə olsun da, belə deyək. Bax, bunun bir qonşusu Y-dir, ikili təpədir. Bir qonşusu A-dır, ikili təpədir. Digəri də G-dir, ikili təpədir. Bax, elə bir üçlü təpə tapaq ki, iki dənə ikili qonşusu olsun. Deyə bilərsiniz ki, bəs digərləri baxırıq ki, bax, misal üçün F-dən yola çıxsaq, biri ikilidir, biri üçlüdür. D-dən yola çıxsaq, məsələn, yenə bax, biri üçlüdür, biri ikilidir. Ona görə C daha rahat tapılacaq. Gəlin, indi C-dən yola çıxaq. Aha, deməli, C təpəsi görə hansı təpədir bizdə? G 5-lidir, üzr sayın. G üçlüdür. C dəqiqə səhv qeyd edirəm, bura G üçlüdür. 2 dənə ikili, bir dənə üçlü qonşusu olmalıdır. Hansı üçlü təpədən yola çıxaq? İndi birdən yola çıxaq. Birin qonşuları hansıdır? Biri 4-dür. İkili təpədir. Biri 5-dir. Üçlü təpədir. Digəri də 7-dir. İkili təpədir. Əla. Baxın, 2, 2, 3. Demək ki, bir təpəsi bizdə olacaq C təpəsi. Bunu da müəyyənləşdirmiş oldum.
İndi hansına baxaq. Bax, birin, yəni C təpəsinin bir qonşusu Y-dir. Hansı ki, Y-nin də öz qonşusu üçlü qonşudur. Düzdür? Bax, Y-nin də sağı solu üçlüdür. Bax, ikili təpədir, sağı solu üçlüdür. Bax, Y təpəsindən yola çıxıram. Bir qonşusu F-dir, üçlü təpədir. Biri C-dir, üçlü təpədir. Düzdür? İndi A təpəsindən yola çıxıram. Baxın, bir qonşusu C-dir, üçlü təpədir. A deyirəm, üzrü sayın bircə dəqiqə. B-ni deyəcəkdim. B təpəsi. B təpəsinin bir qonşusu D-dir, üçlü təpədir. Digəri A-dır, ikili təpədir. Elə gəlin A-nı da yazaq da, niyə yazmadım ki? A-nın bir qonşusu C-dir, üçlüdür. Digəri də B-dir, ikilidir. Baxın, indi baxırıq ki, bax, üçlü təpələrdən Y təpəsi daha rahat tapılacaq. Çünki B və A görürsünüz 3, 2, 3, 2-dir. Ona görə Y-ni daha rahat tapa bilərəm. İndi baxaq bura. Deməli, ikili təpələrdən yola çıxaq. Misal üçün 2-dən yola çıxaq. 2-nin bir qonşusu 4-dür. 4 hansı təpədir? Budur. Baxın, ikili təpədir. Mənə lazımdır ki, üçlü olsun hər üçü. Ona görə 2 deyil. Başqa ikili təpəyə baxaq. Misal üçün 4-ə baxaq. 4-ün bir təpəsi, bir qonşusu 1-dir. Bax, bir dənə birlə əlaqəsi var. Üçlü təpədir. Əla. Digəri də 2-dir. Aha, 2 ikili təpədir. Mənə lazımdır. İkisi də üçlü olsun. Ona görə 4 də deyil. 4 də qoyduq qırağa. Başqa ikili təpə burada 7 təpəsidir. 7 təpəsinin bir qonşusu 1-dir, üçlü təpədir. Bir qonşusu 3-dür, üçlü təpədir. Əla. Demək ki, 7 təpəsi bizdə olacaq Y təpəsi. 7-ni də tapdım, Y təpəsi. Bunu da müəyyənləşdirmiş oldum. İndi baxın, məsələ nədir? Biz nəyi müəyyənləşdirmişdik? C-ni müəyyənləşdirmişdik, Y-ni müəyyənləşdirmişik. İndi baxın, bir dənə gəlin buradan bir təpəsinə nəzər salaq, bircə dəqiqə. Buradan mən A-nı da müəyyənləşdirə bilərəm deyə düşünürəm. Bax, indi bir dənə bir təpəsinə nəzər salaq. Birin qonşuları hansılardır? Birin bir qonşusu G-dir, görürsünüz. Biri də Y-dir. Onda bir özü nə idi? Bir özü C təpəsi idi. Bax, C-nin bir qonşusu Y, bir də qonşusu G-dirsə, onda burada qalan qonşusu da A olacaq. Onda birin burada havada qalan qonşusu 4-dür. 4 də olacaq onda bizdə A təpəsi. 4-ü də tapdım, A təpəsi. Bizim üçün hələ məlumatlar kifayət deyil. Belə ki, A-dan C-yə məsafəni tapa bilərəm. Tamam, baxın, AC məsafəsi A-dan C-yə baxın 30-dur. Bunu tapdım. Bu 30-dur. Amma DG üçün hələ məlumat kifayət deyil. Mən hələ D-ni tapmalıyam. Okey, onda D-dən yola çıxaq. D-ni mən hansı təpə əsasında tapa bilərəm? Bunu düşünməliyəm. D-ni hansı təpə əsasında tapa bilərəm? Deməli, bax, Y təpəsini tapmışam da, düz deyil. Y təpəsi 7-dir. Y-nin qonşusu olan üçlü təpə F təpəsidir. Bax, Y 7-dir, düzdür. Y-nin qonşusu olan üçlü təpə, Y-nin bir qonşusu bircə dəqiqə C-dir. Hə də üçlü təpə. Digəri də 3-dür. 3 də bizdə ikili təpədir. Bircə dəqiqə. Nədə səhv eləmirəm? Axı, mənə lazım idi ki, Y bizdə hansı idi? 7 idi də. İkili təpənin bir qonşusu 1 idi, üçlüdür. Digəri 3-dür, üçlüdür. Hə də düz deyirəm, bəli. Onda digər qonşusu olan üçlü təpə olacaq F təpəsi. Baxın, bu oldu onda F təpəsi. Bunu da müəyyənləşdirdim. İndi havada hansılar qaldı? Qaldı D, qaldı B. D ilə B-ni necə müəyyənləşdirərəm indi? D ilə B-ni necə müəyyənləşdirə bilərəm? Hə, rahat. Baxın, F-in qonşusu olan üçlü təpənin biri D təpəsidir. Bax, F bizdə əgər 3-dürsə, 3F-dirsə, bunun bir qonşusu 5-dirsə, G-dirsə, həqiqətən də F-in bir qonşusu G-dir. Digəri 6-dır, digəri də Y-dir. Biri Y-dirsə, onda havada qalan 6 bizdə olacaq D təpəsi. Həqiqətən də üçlü təpədir. Onda 6 da oldu D təpəsi. Bunu da müəyyənləşdirəndə bir dənə qalır 2. 2 də onda B təpəsi olur. 2 də B təpəsi olacaq. Onda DG məsafəsi bizdə nə qədər eləyəcək? Bax, D-dən G-yə məsafə bizdə olacaq 8. Yəni 8 oxşuyur, deyəsən 8-dir. Bunu da tapdım 8. Bizdən soruşulurdu bu məsafələrin cəmi. A-dan C-yə 30 oldu, D-dən G-yə 8 oldu. Nəticəm olacaq 38. Baxaq, nəticəmiz olacaq buna əsasən B variantı. Ümid edirəm, aydın oldu. Daha sonra indi gəlin davam edək 63 nömrəli sual nümunəsi ilə. Excel-ə aid, düstur köçürməyə aid bir sual nümunəsidir. Gəlin baxaq. Deməli, bizdə D3 xanasında B dollar 2, üzərinə gəl dollar B3 düsturu yazılmışdı. Deyir ki,
Bu xanada olan düsturu C4 xanasına köçürün. Bunu gətirirəm C4 xanasına. Deməli, DC, baxın, bizim sütun ardıcıllığımız A, B, C, D, Y və s. bu formadadır. Baxırıq ki, D-dən C-yə gəlib sütun. D-dən bir əvvələ gəlibsə sütun. Onda mən də bu düsturdakı sütunları bir əvvələ sürüşdürəcəm. Və sətirdə isə 3-dən 4-ə, yəni bir vahid artma qeyd olunub, onda bunda bura tətbiq edəcəm. İndi onda B olacaq bizdə A, əvvələ sürüşəcək. Dollar olduğuna görə sətrin qarşısında bunu tərpədə bilmərəm. Bu olduğu kimi qalacaq. Burada sütunun qarşısında dollar var, tərpədə bilmərəm. Burada da 3-ü, burada necə bir vahid artırmışıqsa, burada da bir vahid artırıb 4 eləyəcəyik. Və nəticədə A2, B4 dəyəri alınmış olacaq. Bizə deyir ki, indi C4 xanasında qiymət neçə olacaq? A2-nin dəyəri bizdə neçədir? 300-dür deyəsən, buradan 300 görünür. Üzərinə gəl, B4-ün dəyəri isə B4-ün dəyəri də 5000-dir. Onda nəticəmiz 5300 olacaq. 5300. Bu qədər nəticə olacaq. Buna əsasən C variantı. Bircə dəqiqə, çox üzr istəyirəm. Burada A2-nin dəyəri burada deyil. Bu 1, bu 2-dir. Üzr istəyirəm, səhv oxudum. Bircə dəqiqə. Nəticəmiz 5300 yox. Sadəcə xananın dəyərini düzgün müəyyənləşdirmədim. Olmalıdır 20 buradan, 5000 də buradan. Nəticəmiz C yox, Y variantı. 5020 alınmış olacaq. Yəni Y bəndi. Üzr sayın. Burada səhv gördüm ona görə. Daha sonra indi başqa bir sual nümunəsi verilib. Gəlin bunu həll etməyə çalışaq. Bu da maraqlı diaqrama aid olan bir sual nümunəsidir. Deməli, Y1, Y4 diapazonu üzrə aşağıdakı diaqram qurulması üçün D1 xanasına hansı ədəd daxil edilməlidir? Deməli, Y1, Y4 üzrə qurulur. Gəlin Y1, Y4 üzrə xanaların dəyərlərini müəyyənləşdirək. Deməli, Y1 xanasının dəyəri neçə olacaq? B2 vur D2 böl A1 yazılıb. B2 bizdə neçədir? B2, bircə dəqiqə 4-dür. 4 vurulsun D1. D1-in dəyərini bilmirik. Tamam, gəlin onda D1-i X kimi götürək. D1 vur X böl A1. A1 də C1-ə bərabərdir. C1 bizdə onda 4-dür. Demək ki, bu olacaq 4. Bu bölünsün 4. Nəticədə onda bunlar gedəndə qalır X. Onda Y1 xanasının dəyərini bilmirik, X olur. İndi gələk Y2 xanasına. Bura yazılıb 2Y1. Onda Y1 X-dirsə, Y2 2X olacaq. 2Y1 isə. Gəlirəm indi Y3 xanasına. Y3-ə yazılıb D1 böl 2 çıx A3. Deyirsən, çıxmadı. D1 bizdə neçə idi? Aha, X idi. Bunu bilmirdik. X bölünsün 2, çıxılsın. A3 neçədir bəs? A3 10-dur. Aha. Buradan onda biz nə edə bilərik? Ortaq məxrəc eləyə bilərik. Bircə dəqiqə. Yazarıq belə. 2 burada, burada yazacaq X, burada yazacaq 20. Nəticədə belə bir ifadə alınacaq. Və son olaraq Y4 xanasının dəyəri isə bizdə C5-ə bərabərdir. C5 də sam A2-dən A4-ə kimi düsturun nəticəsini verir bizə. A2-dən A4-ə kimi hansı qiymətlər daxildir? A2, A3, A4. Yəni 16, 10 və 34 ədədinin cəmi. 26, 34, 60 eləyəcək. Bu olacaq 60. Onda Y4 xanasının dəyəri bizdə olacaq 60. Aha. İndi gəlin nə edək? Diaqramımıza baxaq. Görə diaqram bizə necə məlumat verir? Bax, gördük ki, diaqramda bu 3 tərəfin cəmi 10-un, 15-in, 20-nin, 25-in cəmi bizə 50-ni verir. Demək ki, bizim bu aldığımız dəyərlərdə də 3 tərəfin cəmi bir tərəfi verməlidir. Ona uyğun X-i müəyyənləşdirməliyik. İndi burada baxaq, ən böyük tərəfi hansını götürə bilərik ki, digər 3 tərəfin cəminə bərabər olsun. Məntiqlə belə düşünsək ki, çıxma və bölmə varsa bir ifadədir. Bu daha kiçik ifadədir. Vurma və ya toplama varsa o daha böyük ifadədir. Onda gəlin 2x-a digərlərinin cəmini bərabər götürək. Görək necə bir nəticə alınır. Deməli, x-in üzərinə gəlirəm x minus 20 bölünmüş 2-ni, üzərinə gəlirəm 60-ı, bərabər edirəm 2x-a. Buradan 2-ni ortaq vurub götürsəm, daha doğrusu ortaq məxrəcə gətirsəm, buradan alacam 2x üzərinə gəl, x çıx 20, üzərinə gəl. Deməli, burada neçə eləyəcək? 120 eləyəcək də. Bu bərabər 2x-a. Buradan 2x eləyəcək 3x, üzərinə gəl. 120-dən 20 çıxacam. 100 bərabər 2 dəfə 2, 4x. Məxrəcdən azad edirik. Buradan da 100 bərabər x almış oluruq. Demək ki, x-in dəyəri burada olacaq 100. İndi gəlin aldığımız dəyərlə yoxlayaq. 100 ilə yoxlasam, bunun dəyəri 100 oldu. Bunun dəyəri olacaq 200. X-i yerinə qoyanda. Buradan 100-dən 20 çıxacam, 80 eləyəcək. 2-yə bölünəndə 40 eləyəcək. Bu da 60. Həqiqətən də 100, 40 və 60-ın cəmi 200-ü verir. Demək ki, diaqrama uyğun bir ifadədir. Birinci forma bu formada işləyə bilərik. İndi ikinci formada necə düşünə bilərik? Bax, əgər görsək ki, burada belə deyim də, sadə əqrəb istiqamətində gedir. Mən bunu Y1, bunu Y2, bunu Y3, bunda Y4 götürə bilərəm. Düzdür? Onda bizim məlum ədədimiz Y4-dür. Y4 də 15%-ə denkdir.
Yazaq onda 15%-ə denk olan ədədimiz bizdə Y4, yəni 60-dır. Bizdən hansı soruşulur burada? D1 xanası soruşulur əslində. Amma baxıram ki, D1 də x-dir, Y1 də x-dir. Demək ki, mən Y1-i tapsam, avtomatik D1-i də tapmış oluram. X-dir də nə fərqi var? Demək ki, bu ikisi xananın dəyəri bərabərdir bir-birinə. Onda Y1 xanasının dəyəri neçədir? 25%. 25%-ə x denk gətirib, buradan x-i müəyyənləşdirə bilərəm. Gəlin görək, buradan alınarmı? 15 məxrəcdə 25 vurulmuş 60 sürətdə. Buradan 15 ilə 25, 5 ixtisar gedər. 3 qalar burada, 5 qalar burada. 3 ilə də 60 gedəcək. Neçə qalacaq? 20 qalacaq. 20 də 5-ə vurulanda nəticəm olacaq 100. Bu formada da nəticəni əldə edə bilərik. Nəticəmiz hər iki halda A variantı alınmış olacaq. Bu bunun riyazi qaydasıdır. İkinci qaydası da əgər bu tam necə deyim mənimsədilmirsə, onda nə edə bilərik? Variantları qoyarıq x-ların yerinə. Görün hansında 3 tərəfin cəmi digər tərəfi verir. Və daha sonra da həmin o verilmiş ədədlərə görə faizləri tapma qaydası var. Həmin qayda ilə tapmağa çalışın, o formada da nəticəni əldə etmək mümkün olar. Daha sonra aksiyasa aid sual nümunəmiz verilmişdi. Nə soruşulur? Kuryerin Nərmanov küçəsinə çatdırmalı olduğu məhsulların ümumi məbləği nə qədərdir? Gəlin əvvəlcə Nərmanov küçəsini tapaq. Deməli, küçəmiz budur, bir də küçəmiz budur. Əliyevadır sifariş edən, bir də Məmmədovadır. Tamam. İndi baxırıq bura. Əliyeva nə sifariş edib bizdə? Əliyeva BV bizə lazımdır. Baxın, Əliyeva BV, Əliyeva BV. Bu nə sifariş edib? Bu sifariş edib çay 2 qutu. Məbləği 50 manat, cəmi 100 manat. Deməli, 100 manatlıq bir sifarişi var bu şəxsin. Bir də qəhvə sifariş edib 70 manat ümumi məbləği var. Demək ki, təkcə Əliyevanın sifariş etdiyi məhsulların cəmi 150 olacaq. Düzdür? Məhsulların məbləğinin cəmi daha doğrusu olacaq 150, 170 üzrü. Bir dəqiqə 170-dir burada. Bir dəqiqə qoy tam əmin olun. Baxın 70-dir. Aha. Olacaq onda bizdə burada 170. İndi bizə lazımdır Məmmədova S.A. Məmmədova isə buradan bal sifariş edib. Bu da 200 manat dəyərindədir. Bu da olacaq onda 200. Bu durumda 200 buradan, 170 buradan, 370 manat məbləğində bu küçəyə sifariş gəlmiş olacaq. Cavabım olacaq A variantı. Daha sonra baxırıq 66-cı suala. İnformasiyamızın xassələri. Kütləvilik alqoritmdə xəttilik belə bir xassə yoxdur. Xətti alqoritmin növüdür sadəcə. Diskretlik alqoritmdir. Olacaq 3, 5, 6. Nəticəm olacaq D variantı. Aktuallıq cari zamana uyğunluq dərəcəsi, tamlıq informasiyanın bizə kifayət edəcəyi qədər tam olması, etibarlıq da mənbənin etibarlı olması anlamına gəlmiş olur. İndi baxırıq bu sualımıza. Deməli, proqramın nəticəsini müəyyənləşdirək, tamamdır. Ədədim 18-dir. 18-in 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Burada sual olunur. Deməli, yazırıq. 18-in 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyirik, hə. O zaman S-i 2 vahid artırırıq. S olacaq bizdə 0-dır. 2 vahid artırında 2. Daha sonra bu şərtə hə dediyimə görə daxilindəki ifə keçid eləyə bilərəm. 18-in 3-ə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Yazaq. 18-in 3-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyirəm, hə. Onda deyir, S-i 3 vahid artır. S bizdə 2-dir. 3 vahid artıranda olacaq 5. İndi buradakı ifi yoxlayırıq. 18 ədədinin 5-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Buna deyirəm, yox. Yox deyirəmsə, bu zaman ifin elifinə keçirəm. Gəlirəm bura. 18-in 4-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Buna da yox deyirik. Elifin else qoluna gəlirəm onda. Düşürük bu hissəyə. S bizdə S plus 6-dır. Yəni 5-dir. 6 vahid artanda olacaq 11. Daha sonra da burada sərbəst əməliyyatlar var. Bunu yerinə yetirmək lazımdır. Baxın, bu ifin else-sidir bu. Əgər bu ifə yox desəydik, bura düşərdik. Yox demədiyimizə görə artıq bu qüvvədən düşür. Gəlirik birbaşa sərbəstliyi yerinə yetirməyə. Dövrün və ya şərtin sonunda bir dəfə yerinə yetirilən əməliyyatdır. Burada yazılıb S üstəgəl M. Onda S-in dəyəri dəyişiləcək. 11-dir ilkin dəyəri. M-i gələndə M də bizdə 18-dir. Nəticə 29-u vermiş olacaq. Yəni cavabım olacaq B variantı. Bu qədər. Daha sonra davam edirəm növbəti sual nümunəsi ilə. Deməli, gəlin indi burada bir neçə dövr gedək. Görək burada hansı varianta uyğunluq təşkil edir verilmiş proqram nümunəsi. Deməli, N-ə neçə verək? N-i verək 5 deyək ki. İndi başlayaq. Deməli, I bizdə 1-dir. 1 kiçik bərabərdir 5-dən. Buna deyirik, hə. O zaman P bərabər P vur I. P bizdə 1-dir, I də 1-dir. Nəticə olacaq 1. S bərabərdir. Bizə əsas S lazımdır. Bunu açıq aydın yazmalıyıq. S bərabər S plus. S-in ilkin dəyəri 0-dır. Yazmayacağım. 0 üstə gəl. K bölünsün. K bizdə 1-dir. 1 bölünsün. P vur I plus 1. P bizdə 1-dir. I plus 1-də 2 olacaq. Yəni 1 vurulsun 2. Belə bir nəticə alınır buradan.
İndi i bizdə bir vahid artacaq, olacaq 2. 1 idi. Bir vahid artanda 2 olacaq. K da bərabər mənfi K olacaq. K müsbət 1 idi, olacaq indi mənfi 1. İndi qayıdıram dövrə. i-nin 2 dəyəri ilə kiçik bərabərinin 5-dən deyirəm hə. P olacaq bizdə P vur i. Yəni 1 dəfə 2 olacaq 2. S bərabərdir. S üstəgəl, S-in əvvəlki dəyəri artıq budur. 1 üstəgəl, 1 böl, 1 vur, 2 üstəgəl. K bizdə neçədir? Mənfi 1-dir. Aha, onda burada K mənfi 1-dirsə, biz bunu artıq plusu minus kimi götürəcəyik də, necə deyimsə. Yəni artıq burada bu mənfi 1-ə görə işarə dəyişəcək. Yəni onda burada mən minus yazacağam. Minus, deməli, K bölünsün, yəni mənfi 1 bölünsün, P vurulsun, P bizdə neçə idi? 2-dir. 2 vurulsun, i plus 1. I bizdə neçədir? i 2-dir. Plus 1 eləyəcək 3. Aha, nəticəm olacaq bu formada. Bircə dəqiqə, 2 vur 3. Və i bir vahid artacaq, 3 olacaq. K da, burada mənfi, burada artıq müsbət olacaq. Çünki mənfi K-ya bərabərdir. Bu artıq bunu müsbətləşdirəcək. Daha sonra 3 kiçik bərabərdir 5-dən hə deyəcəm. P burada olacaq, P vur i. 3 dəfə 2 eləyəcək 6. Bu çox ehtimal faktoriala oxşayır. Baxın, 1 faktorial, 2 faktorial, 3 faktorial P-lər burada faktorialı tapır. İndi gəlin görək qeydrat nə göstərəcək. Buradan S-imiz neçə olacaq? S-in əvvəlki dəyərini yazıram. 1 böl 1 vur 2 minus, minus 1 böl 2 vur 3 və burada artıq plus olacaq. Çünki K müsbətləşdi. 1 bölünsün P vurulsun 1 plus i plus 1. 3 plus 1 eləyəcək 4. Bircə dəqiqə. P bizdə 6-dır. 6 vurulsun 4. Baxın, belə bir nəticə olacaq. Aha, indi gəlin bir dənə variantları qoyaq bura. Görək bu variantların hansına uyğundur bizim yazdığımız. Bircə dəqiqə. Bax, bizim ardıcılığımız təxminən bu formada alındı. Burada minus plusla gedir. 1 vur 2, 2 vur 3. Bu formada gedir. Əslində A variantına oxşuyur. Bircə dəqiqə. Burada 1 faktorial, 2 faktorialdır. Burada A ilə B-yə bir dənə baxaq. C variantı olmayacaq. Çünki qabaqda mənfi ilə başlamır. D də olmayacaq, Y də olmayacaq. Baxın, ya A-ya oxşayır, ya da B-yə oxşayır. İndi bircə dəqiqə. Bunu bir dənə qoyaq qırağa. C, D, Y-ni qoyaq qırağa. Buradan heç biri olmadı. Bircə dəqiqə. İndi A ilə B-nin fərqi nədir? Aha, baxın, A ilə B-nin fərqi oradadır ki, A-da faktorial məsələsi yoxdur. Bax, 1 vur 2, 2 vur 3-dür. Düzdür, deyə bilərsiniz ki, axı sizdə də 2 vur 3-dür. Okey, orası düzdür. Amma buradan sonra artıq 6 vur 4 gəlir. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, sizin artıq növbəti ədədiniz faktoriala gedir, çıxır. Bu 1 faktorial verir. Bu 2, bu da 6 da 3 faktorial verir. Ona görə də A da olmayacaq. Nəticəmiz olacaq B variantı. Ümid edirəm, məntiqini izah edə bildim. Daha sonra baxın, indi 69-a. Deməli, doğru ifadələri müəyyənləşdirmək lazımdır. Monitor çıxış qurğusu doğrudur. Klaviatura həm giriş, həm çıxış qurğusudur. Baxın, klaviatura yalnız giriş qurğusudur. Həm giriş, həm çıxış qurğusu olanlar modemdir, qarnitürdür, bir də sensor ekrandır. SSD xarici yaddaşlı doğrudur. Prosesorun nüvə sayı məhsuldarlığa təsir etmir, əksinə birbaşa təsir edir. Yanlışdır. RAM məlumatların uzun müddətli saxlanılması üçün istifadə olunmur. Xeyr, səhvdir. RAM operativ yaddaşdır, RAM müvəqqəti yaddaşdır, əməli yaddaşdır. Yəni uzun müddətli saxlayan RAM deyil, ROM-dur. Əməliyyat sistemi sistem proqram təminatına aiddir. Bu da doğrudur. Nəticəm olacaq 1, 3, 6. Yəni A variantı. Daha sonra Python-da yazılmış proqramın nəticəsini müəyyənləşdirək. Gəlin bunu digər səhifəyə keçirək. Baxaq. Deməli. S siyahısı verilib, C siyahısı verilib. Başlayaq. Deməli, for i range 0-dan len S-ə kimi. Len S siyahısının elementlərini sayacaq. Burada 3 dənədir. Onda len S olacaq 3. Bu durumda i dəyişəni bir dəfə 0 qiyməti ilə, bir dəfə 1, bir dəfə də 2 qiyməti ilə dövrə girəcək. Birinci sıfırdan başlayaq. Bura yazılıb C.insert. Aha, C siyahısına əlavə et. Hansı hissəsinə əlavə edəcək C siyahısının? Insert, i-ni əlavə ilə, 0-ı əlavə ilə, vergül, S-inci element, S0, 1, ikinci element, S0-cı element yazaq olduğu kimi vurulsun. I plus 1, 0 üstə gəl 1 eləyəcək 1. Aha, onda biz C siyahısına necə bir element əlavə eləyəcək? Bircə dəqiqə. Bax, burada nəticəmiz necə olur? C.insert, sıfırıncı mövqeyə əlavə ilə S0-cı element bizdə x-dır. Dırnaqda x vurulsun 1 dəyişənini sıfırıncı mövqeyə C siyahısında əlavə et. Onda gəlin C siyahımızı buradan yazaq. C bərabər
Deməli, dırnaqda 1-dir bunun qiyməti, yenə dırnaqda 1-dir və yenə dırnaqda 1-dir. İndi burada 0-cı mövqeyə baxın. 0, 1, 2. 0-cı mövqe dedikdə, onda buradan əvvələ x dəyişəni əlavə edilmiş olacaq. Onda olacaq bu formada. C bərabərdir. Deməli, dırnaqda x, vergül, dırnaqda 1, 1 və 1. Nəticəmiz olacaq yeni C siyahısı bu formada. İndi artıq bunun üzərindən xətt çəkirik. Bunu yazırıq buradan. Davam edirəm. I 0 aldı. İndi I bərabər 1 qiymətini alacaq. İndi deyir ki, C nöqtə insert əlavə et i-ni, yəni 1-i. Hara əlavə edim? S birinci element, S birinci element bizdə y-dir. Aha, y vurulsun i plus 1. 1 plus 1 eləyəcək 2. Aha, onda biz C siyahısının birinci mövqeyinə burada yazılan element əlavə edəcək. Buradan nə alınacaq? Hər hansı bir sətri ədədə vuranda verilmiş sətr ədəd qədər təkrarlanır deyə, baxın, bu dırnaqda y 2-yə vurulanda nəticə y alınmış olacaq. Yəni mən buradan belə başa düşürəm ki, C nöqtə insert 1 vergül dırnaqda y, yəni birinci mövqeyə y əlavə elə. Onda 0, 1, 2, 3 yazıram. Birinci mövqeyə əlavə etdirsən, onda bu birinci mövqedəki elementi sürüşəcək növbəti hissəyə və bu aralığa y əlavə edilmiş olacaq. İndi gəlin mən bir dənə bunu pozum, çünki bu artıq növbəti sıralamada dəyişəcək. Bunu bura əlavə etmiş oldum. Bu getdi. İndi i bərabər 1-i də qeyd elədim. İndi i bərabər 2 ilə dövrə girirəm. Bura yazılıb C nöqtə insert ikinci mövqeyə əlavə et S2 vurulsun i plus 3. 2 plus 1 eləyəcək 3. Aha. Onda C nöqtə insert ikinci mövqeyə S ikinci element bizdə Z-dir. Z vurulsun 3-ü əlavə edirik. Aha. İndi burada nəticəmiz necə alınacaq? C nöqtə insert ikinci mövqeyə sətr ədədə vurulanda ədəd qədər təkrarlanır deyə alınır Z. Onda ikinci mövqeyə bax bu Z əlavə edəcəm. 0, 1, ikinci mövqe olur bu. Bunun yerinə mən əgər Z əlavə edirəmsə bu sürüşəcək bu tərəfə. Olacaq burada. Bir dəqiqə. Bu hissəni pozum. Hətta gəlin bunu da səliqəli yazım. Bir dəqiqə. Bu x oldu. Bu oldu dırnaqda y, vergül. Burada da dırnaqda z əlavə edilmiş olacaq. Baxın, belə bir vəziyyət yaranır artıq. Və bununla da dövr başa çatır. Çünki 3 dəyərini götürməyəcək, son dəyər 2-dir. 0, 1, 2, 3 dənə dövr getmiş oluruq. Və ən sonunda nə edirik? Verilmiş bu siyahını join vasitəsilə sətrə çeviririk. Onda bu siyahılar gedəcək ardıcıl şəkildə x, y, z və 3 dənə 1 nəticəsini əldə etmiş olacaq. Buna uyğun variant tapmaq lazımdır. Bu da bizdə deyəsən A ilə B eynidir. Bir dəqiqə. Baxın x, y. Yox, nəticəm olacaq 2 dənə y, 3 dənə z, B variantı. Daha sonra davam edirəm növbəti sualımızla. Məsələn, həll prosesinin sadə addımlar ardıcıllığı şəkildə ifadə olunması alqoritmin hansı xassəsini əks etdirir? Sadə addımlar şəkildə idarə olunmalıdır. Bu bizdə elə bil ki, hər bir mərhələnin sadə addımlar formasında getməsində olacaq diskretlik xassəsi. Yəni, ümumi nəticəlilikdən söhbət getmir. Hər bir mərhələdən söhbət gedir ki, sadə addımlarla ifadə olunmalıdır. Olacaq diskretlik. HTML kodlarının hansında şəkil veb səhifədə əks olunmadıqda no image mətni görsənir. Bizim HTML-imizdə şəkil əlavə etmək üçün imece seyirci teqindən istifadə olunur. Baxın, imece seyirci. Amma məsələ nədir? Bu ümumiyyətlə səhvdir. Əgər şəkil görünmüşsə, onda alternativ olaraq mətn əlavə olunması, mətn görsənməsi alt atributu vasitəsilə həyata keçirilir. Yəni, bu mətn altın daxilində olmalıdır ki, əgər şəkil çıxmasa ekrana, oradan no image sözü ekrana çıxmış olsun. Buna uyğun biz variant tapmalıyıq. Titul ümumiyyətlə olmaz. Dediyim kimi, bu da sadəcə altın daxilində verilməlidir. Burada indi hansı olacaq bizdə? Bir dəqiqə. No image burada da var, burada da var. Bəs bu ikisinin fərqi nədir ki? Bir dəqiqə. Image seyirci, image page, no image, bir dəqiqə. Burada baxın, dırnaqlar düzgün qoyulmayıb. Bu mətnin daxili dırnağı, mətn daha doğrusu dırnağın daxilində olmalıdır. Cavab olacaq D variantı. Daha sonra indi baxırıq bu sual nümunəmizə. Gəlin bunu digər səhifədə həll edək. Bir dəqiqə.
Deməli, mətn redaktorunda data science tools sözləri ifadəsi yazılıb. Tamam. Əməliyyatdan sonra cəmi neçə dənə söz alınır? Gəlin onda biz bu sözləri buradan yazaq. Deməli, belə bir ifadə yazılıb. Başlayırıq. Data science ifadəsi seçildi, Ctrl-C sıxıldı. Aha, əgər bu ifadə seçilib kopyalanıbsa, artıq yeri dəyişilmir, sadəcə kopyalanır. Olduğu kimi qalacaq. End klavişi sıxıldı və hər dəfə bir boşluq simvolu daxil edildikdən sonra 2 dəfə klavişlər sıxılıb. Aha, end sətrin sonuna aparacaq bizi, gətirəcək bura. Burada 2 dəfə boşluq qoyaraq bayaq kopyaladığımız məqamı əlavə edəcək. Baxın, bu 1, bu da 2. Boşluq qoyaraq əlavə edirik. Daha sonra indi bizə nə deyir? Bunu yerinə yetirdik, bunu yerinə yetirdik. Tools sözü seçildi, Ctrl-X. Baxın, tools sözü buradan seçiləndə, Ctrl-X klavişi sıxılanda ekrandan silinəcək, yəni kəsiləcək. Bilirik ki, Ctrl-C kopyalama, Ctrl-V yapışdırma, Ctrl-X kəsmə əməliyyatını yerinə yetirir. Yəni kəsilirsə artıq ekranda olmur və mübadilə buferinə köçürülmüş olur. Yəni növbət dəfə yapışdırmaq bundan başlaya bilər. İndi görək ardıcıllığı necə olacaq. Bunu kəsdik. Bütün mətn seçildi, Ctrl-C. Aha, artıq bayaqki qüvvədən düşdü. O getdi. Yeni kopyalanan mətn bütöv bu mətn oldu. Daha sonra Home klavişi və daha sonra da Ctrl-V sıxıldı. Yəni, bu sətrin əvvəlində idi, üzr istəyirəm, axırında idi kursor. Və Home sıxılanda əvvəlinə gəldi. Əvvəlində Ctrl-V sıxıldı. Baxın, bunun əvvəlinə gəlib keçmiş oldu. Onu kiçildək, bura sıxışdıraq. Aha. Nəticəmiz olacaq bu formada. İndi bizdən nə soruşulur? Əməliyyatdan sonra cəmi neçə söz alınır? Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Ümumi 12 dənə söz alınmış olacaq. Cavab olacaq D variantı. Bu qədər. Daha sonra davam edirəm növbəti sualla. Deməli, aha, def funksiyaları verilib, 20 ədədi daxil edilir. Görək nəticəmiz necə olacaq? Bircə dəqiqə. Deməli, 20 ədədi daxil edilir. Buradan 20-ni yazırıq. Buradan F-i, yəni i-nin dəyəri 3-dür. Yazırıq. F3 kiçikdirmi? GK-dan. GK da bizdə 20-dən. Aha, əvvəlcə F3 və G20-nin dəyərlərinin nəticəsini tapmaq lazımdır. Bunun üçün F-ə müraciət edəcəm. Yazacam F3. N oldu bizdə 3. Bu N-in dəyəridir. P bərabər N vur N. 3 dəfə eləyəcək 9. Tamam. Demək ki, F3-ün dəyəri oldu bizdə 9. G20 üçün G-yə müraciət edəcək. Yazılacaq bura G20. Bunun dəyəri də Q bərabərdir 3 vur N, yəni 3 vurulsun N artıq burada 20-dir. 20 üzərinə gəl 2. 62 eləyəcək. 9 kiçikdirmi 62-dən buna deyəcək hə. Hə deyəndə i bir vahid artacaq. i 3-dür, bir vahid artanda olacaq 4. İndi gəlirik buradan F4-ü yoxlayırıq. F4 kiçikdirmi G20-dən? G20-dən. G20 zaten tapılıb buradan. F4-də buradan tapılacaq. P bərabər eləyəcək 4-ün kvadratı 16. Hər dəfə 3-ün 4-ün kvadratını tapacaq. Hansı halda ki 62-dən böyük bir ədəd aldı, onda dayanacaq. Onda. Bizim nəticəmiz necə olacaq? i oldu 4, bu oldu 16. Kiçikdirmi 62-dən buna deyəcək hə. i bərabər eləyəcək 5. İndi sizə bir söz deyim. Hansı ədədin kvadratı 62-dən böyük olur? Hansı ilk ədəd götürə bilərəm ki, o ədədin kvadratı 62-dən böyükdür? 5-in kvadratı 25-dir. 6-nın kvadratı 36-dır. 7-nin kvadratı 49-dur. 8-in kvadratı 64-dür. Aysə o. İndi 8-i götürəndə artıq şərtə yox deyib dövrdən çıxacaq və i bərabər 8-lə nəticəni almış olacaq. Gəlin analiz eləyək. Artıq ikinci dövrdə məntiqi dərk eləmək olar. Görürük ki, baxın, bu hissədə sırf kvadrat tapılır. Kvadrat. Daxil etdiyiniz ədədin burada kvadratı tapılır. 2 dəqiqə. İndi baxırsınız ki, G20 zaten dəyişmir. Yəni, G20-yə neçə dəfə müraciət edirsiniz. Edin nəticəsi 62 olur. Baxın ki, 62-dən böyük hansı ilk ədəddir ki, onun kvadratı, belə deyək də, hansı ilk ədəddir ki, kvadratı 62-dən böyük olur. Bu da əlbəttə ki, 8 olacaq. 8-dən sonra 9 gəlir. O zaten böyükdür oradan sonrakılar. Ona görə də biz burada i bərabər 8-i götürəcək. İndi gəlin, axıra kimi dövrü gedək və tam məntiqini dərk edək. Deməli, i oldu 5. Gəlirəm indi F5 ilə müraciət edirəm. P olur burada 25. Burada deyəndə ki, F5 kiçikdirmi G20-dən? F5 bizdə 25-dir, G20 də 62-dir. Deyirik, hə. I olur buradan 6. F6 ilə müraciət edəndə P olur bizdə 36. 6-nın kvadratı. N vur N, 6-nın kvadratı 36-nı verəcək. İndi burada
F6 kiçikdirmi G20-dən? Buna deyəcəyik hə. Çünki 6-nın kvadratı 36 elədir. Kiçikdirmi 62-dən hə deyəcəyik. İ olacaq bizdə 7. Gələcək buradan F7 kiçikdirmi G20-dən? F7-ni də hesablamaq üçün yenə bura müraciət edəcəyik. P olacaq 49. Deyəcək ki, bəli, 49 kiçikdir, G20-də 62-dir. Buna da deyəcəyik hə. Onda I olacaq 8. Aha, indi F8 ilə müraciət edəndə P-nin dəyəri bizdə olacaq 64. Gələcək bura. Deyəcəyik F 8 kiçikdirmi G20-dən? F8 bizdə hansıdır? 64-dür. Bu kiçikdirmi 62-dən? Buna deyəcək yox. Beləliklə dövr sonlanmış olacaq və I üçün son dəyər 8 alınmış olacaq. Ümid edirəm hər iki halda məntiqi tam aydın oldu. Daha sonra indi baxırıq bu suala. Deməli, belə bir cədvəldən elə bir sorğu tərtib ediblər ki, belə bir cədvəl əldə ediblər. Gəlin görək bu sorğu necə ola bilər? Hansı ola bilər daha doğrusu? Bax, soyad məsələsi olmayacaq. Nəyə görə? Çünki soyadı M ilə başlayan olsa, misal üçün burada 3 variantda M ilə başlayan qeyd olunub. Onda ikinci alınan cədvəldə ancaq soyadı M ilə başlayan olmalıdır. Ona görə də demək ki, soyad məsələsi deyil. İndi gəldik bal məsələsinə. Aha, bal məsələsində 30 ilə 72 arasında olanlar götürülüb. Baxıram ki, bu doğrudur da, həqiqətən 30-72 aralığı götürülübdür. 1, 2, 4, 6, 7 bu şərtləri ödəyir. Bircə dəqiqə. 1, 2, 4, 6, 7. Həqiqətən 1-dir, 2-dir, 4-dür, 6-dır və 7-dir. Amma bir məsələ var. Burada 5-dir deməlidir. Niyə? Çünki 51 də 30-72 aralığındadır. Ona görə də burada tək bu deyil onda. Onda bəs hansı olacaq? Deməli 30-40 aralığı götürülüb. Onda bu C variantı olmayacaq da məntiqlə. Bax, gəlin laf dənə-dənə yazım. Nəyə görə 5-in götürülmədiyini qeyd edeyim. Bax, C variantında məsələ nədir? Burada görürük ki, yazılıb 30-dan böyük bərabər. Bal 30-dan böyük bərabər 1-dir. Daha doğrusu 1-dir, 2-dir. 30-dan böyük bərabər 3-dür. Sonra elə hamısı 30-dan böyük bərabər. 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7-dir. And balı 72-dən kiçik olanlar. Balı 72-dən kiçik olanlar bizdə olacaq deməli 72-dən kiçik və bərabər. 1, 2, bu olmayacaq. 3, 4, 5, 3, 4, 5, 6, 7 olacaq. Olacaq burada 1, 3, 1, 3 deyirəm, üzr istəyirəm, 1, 2. 1, 2, 4, 5, 6, 7. 1, 2, 4, 5, 6, 7. İndi bunların ortağı da 1-dir, 2-dir, 4-dür, 5-dir, 6-dır, 7-dir. 1, 2, 4, 5, 6, 7. Baxın, əgər C variantını götürsək, bura 5 də əlavə olunmalıdır. Onu izah eləmək istədim. Demək ki, burada B variantı, C variantı deyil. İndi D variantını yoxlamaq istəyirəm. Y dedik, bayır başdan zaten alınması deyil. Bircə dəqiqə. İndi D variantını yoxlasaq. Burada balı 30-dan böyük bərabər. Eyni zamanda balı 40-dan kiçik olanlar götürülür. 30-dan böyük bərabər hansılardır? 1, 2-dir. Elə hamısı 30-dan böyük bərabər idi zaten. 1, 2, 3, 4, 5, 6, 7. And balı 40-dan kiçik olanlar. 40-dan kiçik olanlar 1, yox, 2-dir. 4-dür. 40-dan kiçik. 6-dır, 7-dir. 2, 4, 6, 7. Doğru mu? Olur. Adı K ilə başlayanlar. K ilə başlayan adı haradadır? 1, elə bir dənə 1-dir də. Başqa K ilə başlayan ad yoxdur. Olacaq onda 1 bir dənə də. İndi burada ortaqlar hansılardır? 2, 4, 6, 7-dir. Baxın, 2-dir, 4-dür, 6-dır, 7-dir ortaqlar. Birinci ənd yerinə yetirilir. Olacaq 2, 4, 6, 7, or 1. Yəni, nəticəm bunlar birləşəndə 1, 2, 4, 6, 7 alınmış olacaq. Həqiqətən də görürsünüz, yeni cədvəldə ID-ləri 1, 2, 4, 6, 7 olanlar alınıb. Ona görə də bizim sorğumuz olacaq D variantı. Ümid edirəm, məntiqi tam izah edə bildim. Daha sonra, indi baxaq bu sual nümunəmizə. Deməli, X-a hansı dəyər daxil edilir, onu bilmirik. Amma nəticədə 26 alınıb. Y üçün nəticəmiz olur 26. Gəlin baxaq. X-in neçə olduğunu bilmirəm. Y bərabər X minus 8 yazılıb. X bərabər Y vur 2 çıx X böl 2 yazılıb. Y bərabər X plus Y yazılıb. Və bu Y ən sonda 26 dəyərini alıb. Ştrix metodunu tətbiq etsək. Başlayırıq 1, 1, 1.
Əgər dəyişən öz qiymətini dəyişsə, ştrixin sayı artacaq. Bax, burada x də, y də ilk qiymətləri idi, ona görə 1 yazdıq. Buradakı x də yuxarıki x gətirib qoyulub da yerinə. Ona görə burada dəyər dəyişməyib ki, dəyər nə vaxt dəyişilir? Nəsə mənimsədiləndə dəyişilir. Misal üçün, baxın, burada dəyişəcək. Ona görə olacaq x2. Amma y dəyişməyib, bu x dəyişməyib. Burada olacaq y2, burada x-in yuxarıki qiyməti götürüləcək, burada da y-in yuxarıki qiyməti götürüləcək. İndi 26-nı yerinə qoysam, yazıram 26 bərabərdir x2 üzərinə gəl y1. x2-nin yerinə bu qiyməti yaza bilərəm. Bura yazıram 2y1 çıxılsın x1 bölünsün 2 üzərinə gəlinsin y1 bərabər 26. Burada da x, y var, onda nə edə bilərəm? Bu y1-in yerinə də bu qiyməti yaza bilərəm. Yəni, yazaram belə. Yox, bir dəqiqə üzrürsən. Gəlin, onda belirləyək. Bax, 2y1, y1, buradan alınır 3y1. Çıxılsın, x1 bölünsün 2 bərabər 26 alırıq. Gəlin, bunu məxrəcdən azad eləyək əvvəl. Belə yazaq. 2 məxrəcdə alınacaq 6y1 çıxılsın x1 bərabər 26. Buradan 6y1 çıxılsın x1 bərabər 52 alınır. İndi burada yerinə qoymaq daha rahatdır. Belə ki, y1-in yerinə x1 minus 8-i qoyacam. Yazıram x1 çıxılsın 8 çıxılsın x1 bərabər 52. Buradan 6x1 çıxılsın 6 və 8 48 çıxılsın x1 bərabər 52 aldım. 6-dan 1 çıxacam 5x1 çıxılsın 48 bərabər 52. Buradan 5x1 bərabər 8 2 14 5 9 bir adı 10. x1 də buradan olacaq neçə? 20 olacaq. Doğru mu? x1 oldu 20. İndi bizdən nə soruşulurdu? Bizdən də x1 soruşulurdu ki, hansı qiymət daxil edilib? Onda nəticəmiz olacaq 20. Düzgünlüyünü yoxlamaq üçün gətirib yerinə qoyaq. Deməli, ədədi 20 aldıq. Yəni 20 daxil etmişik deməli. Y bərabər x minus 8. 20-dən 8 çıxacaq, bu mənə 12-ni verəcək. İndi x bərabər y vur 2, yəni 12 vurulsun 2, çıxılsın x bölünsün 2. Yəni 20 bölünsün 2. 12-ni 2-yə vuracam, 24 eləyəcək. 20-ni 2-yə vuracam, 10 eləyəcək. 24-dən də 10 çıxanda nə qalır? 14 qalır da, düz deyil. Deməli, x-in son dəyəri 14-dür. İndi y bərabər y plus x yazıram. Yəni 12 ilə 14-ün cəmi. 12 üzərinə gəl 14, 4, 2, 6, 26-nı vermiş olur. Həqiqətən də nəticəmiz 26 alınır. İndi deyə bilərsiniz, nəyə görə 26.0 məsələsi var? Çünki Python-da tam ədədə böləndə nəticə float tipində çıxır. Yəni 20-ni 2-yə böləndə nəticə 10.0 kimi olmalıdır əslində. Ona görə nəticə 26.0 verir. Və beləliklə cavabımız olacaq A variantı. Daha sonra say sistemlərinə aid sual nümunəsində gəlin baxaq. 126-nın kvadrat ədədi verilib. Bunu necə yaza bilərəm? 126-nın kvadratını. Belə yazmaq olar da. 128 çıxılsın 2, 126-nı verir mötərizənin kvadratı. Üzərinə gəl 65-i necə yazarıq? 64 üstə gəl 1 mötərizənin kvadratı vurulsun 2 üstü 9 kimi yaza bilərik. İndi başlayaq. Deməli, A minus B mötərizənin kvadratı müxtəsər Roma üstünə əsasən bunu atsaq, burada nə yazacaq? 128-in kvadratı minus 1-cinin ikinci hasilinin 2 misli. Yəni, 2 vur 128 plus 2-nin kvadratı, yəni 4. Üzərinə gəl 64-ün kvadratı, üstə gəl 2 vurulsun 64, 1-cinin ikinci hasilinin 2 misli, yəni üzərinə gəl 1-in kvadratı 1. Vurulsun, bu 2 üstü 9-a vurulmalıdır. İndi buradan davam edək. Deməli, 128-in kvadratı 2 üstü 7-in kvadratı kimi yazıla bilər. Minus 2 üstü 1, vur 2 üstü 1, vur 2 üstü 7 kimi yazaram. Üstə gəl 4-ü də yazaram 2 üstü 2 kimi. Üzərinə gəl. Bu ifadəni isə belə yazarıq. 2 üstü 6-nın kvadratı. Üzərinə gəl 2 üstü 6, buradan bir də buradan 2 üstü 7, üzərinə gəl 1, vurulsun 2 üstü 9. Buradan 2 üstü 7-nin kvadratını 2 üstü 14 kimi yaza bilərəm. Minus 2 üstü 7, 8, 9, üstə gəl 2-nin kvadratı. Üstə gəl. Burada nəticəni necə yazarıq onda? Bu mötərizəni yazaq. 2 üstü 2 dəfə 6, 12, üstə gəl 2 üstü 7, üstə gəl 1, vurulsun 2 üstü 9. Buradakı mötərizəni də atsaq, buradan yazıram 2 üstü 14, çıxılsın 2 üstü 9, üstə gəl 2-nin kvadratı, üstə gəl 2 üstü 9, 2 üstü 12-yə vurulanda əsaslar eynidir, üstlər toplanacaq. Olacaq 2 üstü 9, 2, 21. Üstə gəl 2 üstü 7, 2 üstü 9-a vurulacaq. 16 və üstə gəl 2 üstü 9 nəticəsini əldə etmiş olacaq. Hamısını 2-nin göbəklərinə gətirdik. İndi bizə lazımdır 16-lıq say sistemində ifadə edilməsi.
Bunu necə yaza bilərəm? İndi nə edək? Bunu götürək, qoyaq bura və buradan davam edək. Deməli, 214-ü 204 kimi necə yazarıq? 204 kimi yazarıq belə. Deməli, 204-ün üzəri 14-ü necə yazmaq olar? 4 dəfə 12 eləyir və 4 dəfə 12 vurulsun 202 kimi yaza bilərəm. Doğru deyil. Bax, 4 dəfə 12, 2 də buradan 14 eləyir. Bəli. Minus 209-u necə yazmaq olar? 204-ün üzəri 4 dəfə 2, 8, bircə dəqiqə, vurulsun 201 kimi yaza bilərəm. 202 zaten hər yerdə 202-dir. 221-i də 204-ün üzəri 5 dəfə 4, 20 vurulsun 201 kimi yazaram. 216-nı da 204-ün üzəri 4 kimi yazaram. Və nəhayət yenə 209-lar buradan ixtisar gedəcək. Heç ona fikir vermirəm. Əla. Bu üzərinə gəlinsin, lap yazaq, eyb yoxdur. 204-ün kvadratı vurulsun 201. İndi 204-ün kvadratı 201 və plus minus bunlar gedəcək. Burada nəticəm necə alınacaq? 2 üstü 2-nin kvadratı. 2 üstü 2-nin kvadratı daha doğrusu bizə verəcək 4, yanında 3 dənə 0. Birinci ədədimiz olacaq bu, 16-lıq say sistemində. Minus bu 4-dür. Bu 2 yanında 5 dənə 0-dır. 5 dənə 0, 2. 2 dirəmə 16-lıq say sistemi. Üstə gəl, bu da 1 yanında 4 dənə 0 olan bir ədəddir. Bu da yeni 16-lıq say sistemində. Əla. İndi artıq biz 16-lıq say sisteminə gətirmiş olduq. İndi nə edəcəyik? Əvvəlcə toplayaq hamısını. Daha sonra da 4000-i çıxaq. Bircə dəqiqə. Burada minuslar gedəndə bu minus olmur axı, bu plus olur. Adi bu ədədlər alınır. İndi bunları da alt-alta yazanda 2 yanında 5 dənə 0, 2, 5 dənə 0. Üzərinə gəl. 1 yanında 4 dənə 0, 1, 2, 3, 4 dənə 0, 1 və 3 dənə 0 yanında 4 və sonda da 4. Bu ədədlər cəmlənəcək. 4, 0, 0, 4, 4, 1, 2. Nəticədə belə bir ədəd alınmalıdır. Buna uyğun bir cavab variantı tapaq. Deməli, 21, 4004. Buna uyğun. 21, 4, 4. Cavabımız olacaq B variantı. Bu qədər. Ümid edirəm, bu da aydındır. Daha sonra 5 ədədinin çapa verilməsi üçün n dəyişəninə daxil edilə biləcək ən kiçik natural ədədi müəyyənləşdirək. Tamamdır. Deməli, 5 çapa getməlidir. K bizdə olmalıdır 5. K-nın 5 olması üçün burada necə bir proses getməlidir? Bax, 2-dir. Birinci dövrdə bir vahid artmalıdır K, 3 olmalıdır. İkinci dövrdə bir vahid artıb 4 olmalıdır. Üçüncü dövrdə də bir vahid artıb 5 olmalıdır. Yəni, bir 3 rəqəmli ədəd olmalıdır ki, 3 dənə dövr gedə bilək. Və sözü gedən 3 rəqəmli ədəd, altılıq say sisteminə gələn zaman qalıqları 2-dən böyük olmalıdır. Aha, bunu müəyyənləşdirdik. Hər hansı bir 3 rəqəmli ədəddir. Qalıqlar 2-dən böyük olmalıdır. Altılıq say sisteminə gələndə altılığın ədədləri hansılardır? Bax, altılığın ədədləri 0, 1, 2, 3, 4 və 5-dir. Düzdürmü? İndi bu ədədlərdən istifadə edərək bir 3 rəqəmli ədəd yaratmalıyam altılıq say sistemində. Artıq bu, deməli, altılığa gəlib və alınan qalıqlar 2-dən böyük olmalıdır. Aha, 2-dən böyük qalıqlar. Ən kiçik ədədimiz onda necə olacaq bizdə? Ən kiçik ədəd isə gəlin 1-dən başlayaq. 1-dən başlasaq, yox, 1-dən başlaya bilməyəcək, bircə dəqiqə. Ən kiçik ədəd, yox, 1-dən başlayaq, bircə dəqiqə. 1-dən başlasaq, qalıqlar 2-dən böyük olmalıdır bizdə. Alınan qalıqlar 2-dən böyük olmalıdır. Onda bu alacağımız ədəd, burada alınası ədəd, altılıq say sistemində alınacaq, düz deyil. Burada da bizə deyir ki, alınan qalıq 2-dən böyük olsun. Onda bunu 1 ilə başlaya bilmərəm. Bircə dəqiqə. Mən ağlım onluq say sisteminə getdi. Baxın, burada 1 ilə başlaya bilməz. 2-dən böyük olmalıdırsa, bu 3 ilə başlamalıdır, minimum. Və deyir ki, bizə ən kiçik ədədi götür. Onda elə 3, 3, 3 götürəcəm. Niyə? Çünki 3, 2, 1 və ya 3, 2, 0 falan götürə bilməyəcəm. Çünki mənə deyir ki, qalıq 2-dən böyük olsun. Yəni, altılıq say sistemində alınan ədəd bizdə o qalıqlar vasitəsindən alınır da. Onluğu altılığa gətirəndə bu qalıqlardan alırıq. Düz deyil. Ona görə də o qalıqlar bizdə deyir ki, 2-dən böyük olsun. O məntiqlə bu ədədi götürə bilərəm. İndi gəlin ədədimizi 333 götürək altılıq say sistemində və bunu onluğa gətirək. Görək necə bir ədəd alınır. Deməli, 3 vurulsun 6-nın kvadratı, 3 vurulsun 6 üzəri 1 və 3 vur 6 üzəri 0. Buradan 6-nın kvadratı 36, 2-yə vuranda 72 eləyəcək, 3-ə vuranda. Deməli, 108, 3 dəfə 6, 18 və 3. Nəticəm olacaq 129 ədədi. Onda cavabımız olacaq B variantı.
Daha sonra davam edirəm növbəti sualla. Deməli, belə bir cəm hesablanmalıdır. Hansı şərt olacaq? Aha, gəlin indi şərtimizə baxaq. Deməli, 1, 3 və 49-a qədər getməlidir. Onda bu 1-dən 50-yə qədər tək ədədlərin cəmini hesablayan bir proqram nümunəsidir. Baxın, hər dövrdə 2 vahid 2 vahid artır, ilk qiyməti də 1-dir. Deməli, bu 49-a qədər getməlidir. İndi məsələ nədir? Burada 49-un özü də götürülməlidir axı. Gəl onda belə eləyək. Bax, 49 deməyək biz. Biz götürək belə. 1 üstəgəl 3 üstəgəl 5 üstəgəl 7. Deyək ki, son dəyər 7 götürsün. Yəni çox dövr getməmək üçün daha qısa şəkildə işləməyə çalışaq da bir növ. Yəni mən istəyirəm ki, 1 üstəgəl 3 üstəgəl 5 üstəgəl 7 dəyərini götürək. Və buna uyğun deyirəm ki, şərt yerində yazım i kiçik bərabər 7. Əgər bu şərti yazdıqda belə bir cəm əldə edəcəmsə, demək ki, doğrudur. Yəni, mən misalın orijinalında i kiçik bərabər 49 götürməliyəm. Dövrü kiçikdir, burada məqsəd budur. İndi i bizdə 1-dir. Kiçik bərabərdim 7-dən, deyirəm hə. O zaman s bərabər s plus i. 0 üstəgəl 1 olacaq 1, i 2 vahid artacaq 3 olacaq. Qaydacıq dövrə. Kiçik bərabər 7 hə deyəcəm. S olacaq bizdə 1 üstəgəl 3. i də olacaq bizdə 3 2 vahid artındə 5. 5 kiçik bərabər 7 deyəcək hə. S olacaq bizdə 1, 3, 5. i də 2 vahid artındə 7. 7 kiçik bərabərdim 7-dən. Hə deyəcəm. O zaman s olacaq 1, 3, 5 və 7. i olacaq bizə 9. İndi deyəndə ki, 9 kiçik bərabər 7 yox deyib dövrdən çıxacam. Gördüyünüz kimi, həqiqətən də bu şərti qoyduqda bizə lazım olan 1, 3, 5, 7 qiymətlərinin cəmini tapmış oluruq. Demək ki, bizim şərtimiz olmalıdır. i kiçik bərabər 7. Daha sonra, belə deyək də, misalın orijinalında i kiçik bərabər 49. Yəni, A variantı. Daha sonra indi baxırıq bu sualımıza. Deməli, 8-lik say sistemində verilmiş ədəddir. Müəyyən şərti ödəməlidir və verilmiş ədəd 16-lıq say sistemində ifadə olunmalıdır. Ədədimiz x, y, z, t ədədidir. Y kiçik t-dən, kiçik x-dan, kiçik z-dən olmalıdır. X verilmiş say sisteminin tək rəqəmidir. 8-liyin rəqəmləri hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7. Bunun tək rəqəmi çoxdur. Y verilmiş say sisteminin ən kiçik rəqəmidir. Onda y 0 ola bilər. Y-ə buradan 0 yaza bilərəm. Daha sonra z verilmiş say sisteminin ən böyük sadə ədədidir. Onda z olacaq 7. Z-i mən buradan 7 götürə bilərəm. Bu oldu 7. Hələ ki, bu şərt ödənir. Onda 0-7 aralığında. T verilmiş say sistemində 4-ə bərabərdir. T 4-dürsə, yəni burada 4-dürsə rəqəm, onda 4 ilə 7 aralığında x-i tapmaq lazımdır. X üçün bizə verilən mülahizə də tək rəqəmdir mülahizəsidir. 4-7 aralığında tək ədəd hansı ədəddir? 5. Onda x də olacaq bizdə 5. Yəni, ardıcıllığımız bu şəkildə getmiş olacaq. Bu da olacaq 5. Demək ki, bizim ədədimiz 5, 0, 7, 4 ədədidir 8-lik say sistemində. Bunu 16-lığa gətirməliyik. 5, 0, 7, 4-ü əvvəl 8-likdən gətirək 2-lik say sisteminə. Bunun üçün 4-2-1 qaydasından istifadə edəcəyik. Buradan alınacaq 4 üçün 1, 0, 0, 7 üçün 3 dənə 1, 0 üçün 3 dənə 0, 5 üçün isə 4, 1, 5, 1, 0, 1. İndi bu ədədi gətirməliyəm 16-lığa. 8, 4, 2, 1 əsasında. 8, 4, 12-ni verəcək. 12 bizdə A, B, C idi də. Buradan yenə 8, 4, 2, 1 əsasən 3 alacam. Buradan da 8, 4, 2, 1 əsasən 8, 2, 10 A olacaq. Nəticəm olacaq A, 3, C. Yəni, Y variantı. Bu qədər. İndi baxırıq şəbəkələrə aid belə bir sual nümunəsinə. Baxırıq ki, printer, plotter və skaner üçünün ortağı verilib. Deməli, bizim dairələrimiz üçünün ortağı verilibsə iç-içə çəkilməlidir. Yəni, necə? Bu şəkildə. Baxın, buradan da birini çəkəcəyik bu formada. Deyək ki, olsun bu printer, bu olsun plotter, bu da olsun skaner. Üçünün ortağı 50-dir. Bu isə 50-dir. Printer and skaner 200-dür. Aha, bax, printer and skaner. Yəni, bax, bu hissə, ümumi bizdə 200 verilib. 200 verilibsə, 200-dən 50 çıxacam, bu boşluq olan hissənin nəticəsini müəyyənləşdirəcəm. Burada olacaq nəticəm 150. İndi, printer and skaner or printer and plotterin cəmi 600-dür. Aha, printer and skaner haradır? Bax, printer and skaner bircə dəqiqə, bax, bu hissədir. Bircə dəqiqə, bax, printer and skaner buradır. Bu hissə və printer and plotter. Printer and plotter də, baxın, buradır. Bax, bu hissə. Demək ki, bu üç hissənin, bax, buradan gəlirik ta ki, bura qədər. Bu bənövşəyi hissənin ümumi cəmi bizdə 600-dür.
Və printer and scanner qeyd elədim. Bizdən nə soruşur indi? Printer and plotter soruşulur. Printer and plotter. Bircə dəqiqə. Printer and plotter hansı hissədir? Aha, bu hissədir. Onda bizdən bu hissə soruşulur. Axı bir məqam var. Burada biz plotter and scanner bu hissəni də bilmirik. Axı bircə dəqiqə nədə səhv eləmədim. Bax, printer and scannerin ortağı verilmişdi də bizə. 150 bura tapıldı. Printer and scanner, printer and scanner. Bircə dəqiqə. Printer and scanner bu tərəfdə. Üzrü sayın mən. Buradan necə bir nəticə tapmışam? Bircə dəqiqə. Printer and scanner buradır. Bura deyil axı. Bircə dəqiqə. Üzrü sayın. Burada bir səhvə yol vermişəm deyəsən. Bax, burada printer and plotter verilir. Bax, printerlə plotterin ortağı haradır? Printerlə plotterin ortağı buradır. Bax, bircə dəqiqə. Çox üzr istəyirəm. Bayaq orada bir səhvə yol vermişəm deyəsən. Bax, printerlə plotterin ortağı buradır. Doğru mu? İndi printer and scannerin ortağıdır. Printer buradadır, scanner burada. Bu hissə isə bax buradadır. Bax, buradır. Baxın, bu hissələrin cəmi bizdə 600-dür. İndi buradan soruşulan printer and plotterdir. Yəni, baxın, bu hissədir. Bax, bu hissədir. Ümumidə, yəni, bax, buradan ümumi hissədir. Onda biz nə edərik? 3-ün cəmi 600-dürsə yazaram. 150 üzərinə gəl 50, üzərinə gəl x bərabər 600. Buradan x bərabər 600 çıxılsın. 200 nəticədə 400-ü almış olacaq. İndi məsələ nədir? Bax, 400 təkcə bu hissədir. Bizdən soruşulur printer plotter, yəni ümumi hissə. Bax, buradan ta ki bura qədər. Onda 400 buradırsa 50 də buradan olacaq ümumi nəticəmiz 450. Bu qədər, yəni C variantı. İndi belə bir sual nümunəsi var. Sezar şifrinin əsas prinsipi nədir? Müəyyən mövqedəki simvoldan əvəz olunma. Yəni A variantı sadə bir sual nümunəsidir. Baxın, indi 83-cü suala. Deməli, 16 üstü 1 üstə gəl 2x byte bərabər 64 gigabyte yazılır. Buradan nə edə bilərik? Əvvəlcə baytları, gigabaytları eyniləşdirək. Yəni, 64 gigabaytımızı gətirək bayta. Bunun üçün nə edirik? Deməli, bizim ardıcıllığımız bu şəkildədir. Bitdən gəlirik bayta, sonra gəlirik kilobayta, sonra gəlirik megabayta, sonra gəlirik gigabayta. Burada 2 üstü 10, burada 2 üstü 10, burada 2 üstü 10, burada isə 2 üstü 3 yazırıq. Əgər böyüdən kiçiyə gəliriksə, o zaman vururduq. Yox, əgər əksinə geçsəydik, böləcəkdik. İndi bizdə verilən ədəd 64-dür. Onda 64 gigabaytı bayta gətirmək üçün arada qalan rəqəmlərə vuracam. 10, 10, 10. 2 üstü 30-a vuracam. Nəticə olacaq 64 özü 2 üstü 6, bu da 2 üstü 30, 2 üstü 36. İndi artıq bunu bayta gətirmiş olduq. Deməli, 16-nı yazarıq 2 üstü 4 kimi, üzəri 1 üstə gəl 2x byte bərabər 64-ü də yazırıq 2 üstü 36 byte. Buradan mötərizəni atsam, 2 üstü 4 üzərinə gəl, 4 dəfə 2, 8x bərabər 2 üstü 36 yaza bilərəm. Əsaslar eyni olduğuna görə üstləri də eyniləşdirə, bərabərləşdirə bilərəm. 4 üzərinə gəl, 8x bərabər 36-dan 8x-dan 32 alınır. X da buradan nəticəni 4 vermiş olur. Onda nəticə nə olacaq? 4x üçün. Bu qədər. Baxaq indi bura. Deməli, 12 səhifəli sənədin ilk səhifəsində ölçüsü 256-512 olan 256 rəngçalarına malik palitrada kodlaşdırılmış qrafiki təsvir var. Deməli, ümumi 12 səhifəmiz var. Bunun bircə dənə səhifəsində, ilk səhifəsində qrafika var. Onda yerdə nə qədər qalır? 11 dənə səhifə qalır. Və bu bir səhifəsində olan qrafikanın həcmini tapa bilərik. Belə ki, bununla bağlı bizə məlumatlar A vur B, 256 vur 512 və rəngçalar olaraq N 256 verilir. Buradan rəng dərinliyini, i biti 8 bit tapa bilərik. Beləliklə, bu məlumatlara əsasən həcmi A vur, B vur, i bitusuna əsasən hesablamaq olar. Deməli, A vur, B 256 vur, 512-dir. Bunu 2 üstü 8 vur, 2 üstü 9 kimi yazacam. I də 8 bitdir. Bunu da 2 üstü 3 kimi yazacam. Bunu alacam bitlə. Buradan H bərabər eləyəcək. Deməli, 8, 9, 17, 3 də buradan 2 üstü 21. Doğru mu? 2 üstü 20. 2 üstü 20 bit. İndi bunu mən nəyə gətirə bilərəm? Bitdən kilobayta gəlmək olarmı? Gəlin, lap hələ saxlayaq, çünki tam olaraq bilmirik. Lap kilobayta gətirək hər ehtimal. Gəlin, kilobayta gətirək. Bitdən kilobayta gəlmək üçün 2 üstü 10-ca bölürəm. Bunu 2 üstü 10-ca bölsəm, nəticədə 2 üstü 7, yəni 128 kilobayt əldə etmiş oluram. Daha sonra indi davam edirik. Qalan səhifələrin hər birində yerdə qalmışdı 11 səhifə. 11 dənə səhifədə 4096 simvol, 4096 simvol
512 simvollu əlifba, n bərabər 512 mətn var. Aha, və belə 8 belə sənəd 4 megabaytlıq boş sahə olan diskə yazılarsa, diskdə qalan boş sahənin həcmini kilobaytla müəyyənləşdirin. Okay. O zaman neyini? Bu məlumatlara əsasən bu məlumatın həcmini müəyyənləşdirək, yəni h. Onda nə edəcəm? H bərabər səhifə, yəni 11, simvol 4096, yəni 212 vurulsun. İ-bitdə n 512 olduğuna görə 9 bit eləyir. Olacaq 9 bit. Buradan nəticəni bu formada əldə eləmiş oluram. İndi buradan 11 vurulsun 9 elə birbaşa 99 kimi yazmaq olar. 99 vurulsun 212 biti. Kilobayta gətirmək istəyəndə neçəyə böləcəm? 213-ə böləcəm. Ümid edirəm doğru gedirəm. Bircə dəqiqə 12 səhifə, ilk səhifə getdi. Yerdə qalan səhifəsi 11 səhifədə 4096 simvolu var. 512 simvol əlifbada kodlaşdırılıb. Səhifə simvol bircə dəqiqə, hansı anlayış yoxdur? Burada səhifə var, simvol var, sətir yoxdur. Sətir barədə heç bir məlumat yoxdur. Tamam. İndi burada nəticə neçə olacaq? Bunlar gedəcək, qalacaq məxrəcdə bir dənə 2. 99 2-yə bölünsə, sadəcə burada bir kəsrlə rəqəm alınır. 49 onda 5 alınır. 49-dan onda 5 kilobayt alınır. Alınsın da, eybi yoxdur. Gəlin görək, gedişat nə göstərəcək. Onda biz mətnlə qrafikanın cəmini tapsaq, verilmiş sənədin yaddaşa tutduğu yeri müəyyənləşdirə bilərik. Yəni, bax, bu bizim qrafikamızın həcmi idi, bu da bizim mətnimizin həcmidir. Onda bu cəm bizdə necə eləyəcək? 128-in üzərinə, hətta gəlin bunu fərqli rəngdə qeyd edeyim, bax. 128-in üzərinə gəlsəm 49,5-i nəticəm neçə eləyəcək? Deməli, bunun üzərinə 128 gələndə olacaq 177,5 kilobayt. Deməli, bizim faylımızın ümumi tutumu 177,5 kilobaytdır. Bircə dənə faylın tutumundan söhbət gedir. Onda klasterin ölçüsü 4 kilobaytdırsa, bu faylın diskdə nə qədər yer tutduğunu tapa bilərəm. Deməli, yazaq onda buradan. Faylın tutumu 177,5 kilobaytdır. Klasterimiz də 4 kilobaytlıq bir klasterdir. İndi 177,5 kilobaytlıq bir faylı 4 kilobaytlıq klasterə yığmaq üçün bizə neçə dənə klaster lazımdır? Nəticəm 44 tam nə qədərsə düşür. Biz götürəcəyik 45 dənə klaster. Çünki yuvarlaq edirdik. İndi, əgər bir klasterin tutumu 4 kilobaytdırsa, onda 45-nin tutumu nə qədər eləyəcək? X-i tapmaq üçün 4 dəfə 5 20, 4 dəfə 4 16, 2 də adlayıb 18 kilobayt. Onda deyəcək, bircə dənə faylın tutumu, diskdə tutduğu yer daha doğrusu 180 kilobayt olmuş olur. Bizə deyir ki, bu fayldan 8 dənədir. Əgər bir dənəsinin tutumu 180 kilobaytdırsa, onda 8 dənəsinin tutumu nə qədər eləyəcək? X-i müəyyənləşdirmək üçün 180-də vuracam 8-ə, nəticə olacaq 1440 kilobayt. İndi deyək ki, 4 megabaytlıq diskə yığılır bu. İndi gəlin 4 megabaytı da gətirək kilobayta, daha sonra da alınan cavabdan 1440-ı çıxaq ki, görək yerdə nə qədər boş sahə qalır. Burada da 4-ü vuracam 210-a. 4 özü 202 deməkdir. 210-a vuranda 212, yəni 4096 eləyəcək. 4096 kilobaytın içərisinə 1440-ı da yazanda 4096-dan çıxanda 1440-ı nəticəmiz necə olacaq? Nəticəmiz olacaq, deməli, 2656 kilobayt. Bu qədər. Və gəlin yenidən üzərindən keçək, ola bilər qaranlıq məqamlar oldu. Biz bu şəkildə mətnin həcmini müəyyənləşdirdik. Burada qrafikanın həcmini müəyyənləşdirdik. Daha sonra bu ikisini toplayaraq ümumi sənədin həcmini tapdıq. Sonra da bircə dənə sənədin diskdə tutduğu yeri tapdıq və o sənəddən 8 dənə olduğuna görə 8-ə vurduq və daha sonra 4 megabaytlıq diskə yazıldığına görə 4-ü kilobayta gətirdik və alınan cavabdan faylımızın tutumuna çıxıb yerdə qalan boş sahənin həcmini tapmış olduq. Daha sonra bu getdi. İndi baxırıq bu sualımıza. Deməli, ən kiçik natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 16 olar. Gəlin başlayaq. Deməli, n dəyərini bilmirik. N böyükdürmü 10-dan buna deyirəm, hə. O zaman n bərabər n minus 3 yazaq. K bərabər K-nın 2-yə bölünməsindən alınan tam hissə. 512 2-yə bölünəndə olacaq 256. İndi n çıxılsın 3 böyükdürmü 10-dan buna da hə deyəcəm. N olacaq bizdə n çıxılsın 3 çıxılsın 3. K olacaq bizdə 256-nın 2-yə bölünməsindən tam hissə 128. İndi n minus 6 böyükdürmü 10-dan deyəcək hə. Buradan n olacaq n çıx 6 çıx 3. K da olacaq 128-in 2-yə bölünməsindən tam hissə 64. İndi n çıxılsın 9 böyükdürmü 10-dan hə deyəcək. N olacaq burada n çıx 9 çıx 3. Necə dəqiqə bunu biraz sərgəli yazım. N çıxılsın 9 çıxılsın 3.
n bərabər təbii ki. Buradan k olacaq bizdə 64-ün 2-yə bölünməsindən alınan tam hissə 32. İndi n çıxılsın 12, böyüdür 10-dan, buna da hə deyəcəyik. Buradan n çıxılsın 12, çıxılsın 3 alınacaq. Buradan da k olacaq 32-nin 2-yə bölünməsindən tam hissə 16. Aha, artıq k üçün 16 dəyərini aldıq. İndi deyəndə ki, n-12 bizə n-12-3 nəyi verir? n-15-i verir də. n-15 böyüdür 10-dan bu şərtdə yox deyib dövrdən çıxacaq artıq. Çünki k üçün 16-nı aldıq. İndi bizə lazımdır son 2 dövr. Yəni bu və bu. Buradan n-i müəyyənləşdirmək üçün deməli azalan fərqin üzərinə çıxan buradan 22 alıram. 22-ni yerinə qoyanda nəticə 22-dən 12 çıxanda 10 qalır. Deyəndə ki 10 böyüdür ondan yox deyirik. Mənə lazımdır şərtə hə deyim. Ona görə 22 yox. Mən bunu deməli ondan böyük 23 götürməliyəm ki 23-dən 12 çıxanda nə qalır? 11 qalır da düzdür. 11 böyüdür ondan şərtə hə deyirəm. Demək ki bir dəyərim 23-dür. Digərini tapmaq üçün bura müraciət edəcəm. N buradan neçə eləyəcək? 15-dən onun cəmi 25. 25-dən 15 çıxanda 10 eləyir. 10 böyükdür ondan yox deyib dövrdən çıxıram. Mənə də lazımdır bu. Deməli, onda bizə nə deyir? Proqramın ən kiçik qiyməti olacaq 23. Bir qiyməti 23, digəri də 25 alınmış olacaq. Bu bunun biraz uzun qaydası, dövrləri dənə-dənə göstərdim. İndi gəlin qısa qayda ilə işləməyə çalışaq. Bax, məsələ nədir? 512-ni neçə dəfə 2-yə bölərəm ki, nəticədə 16 alaram. Bax, ilk dəyərim 512-dir. Bir dəfə 2-yə bölsəm, birinci dövrdə 256-nı alacam. İkinci dövrdə 128 alacam. Üçüncü dövrdə 64 alacam. Dördüncü dövrdə 32-ni alacam və nəhayət 5-ci dövrdə isə 32-ni 2-yə böləndə 16-nı alacam. Demək ki, mən burada 5 dənə dövr getməliyəm, düzdür? Artıq mən dövr sayını tapdım. Yazıram dövr sayı bərabər 5. İndi məsələ nədir? İndi baxıram n-ə. Bax, n ilkin dəyəri bilmirəm neçədir. Amma n-dən 3 çıxılıb, bilmirəm neçə dəfə çıxılıb. Böyüdür 10 şərti ilə yoxlanılıb. Bu şərtdə yox deyib dövrdən çıxmaq lazımdır. İndi n-3-ü artıq neçə dəfə olduğunu bilirəm də, dövr sayı 5-də axı. Gətirib 5-i yerinə qoyuram. Demək ki, 5 dəfə çıxılıb. Böyüdür 10 şərtinə yox deyib dövrdən çıxmaq lazımdır. Buradan n-3-ü neçə alınır? n-3 dəfə 5, 15, böyüdür 10. Buna yox deyə bilməyim üçün n bizim üçün olacaq deməli 25. Demək ki, bir dəyərim 25-dir. Digərini də tapmaq üçün bundan bir əvvəlki dövrə müraciət edəcəm. Yəni, n-dən 3-ü bu dəfə 4 dəfə çıxmalıyam və böyük 10 şərtinə hə deməliyəm. Burada 4 dəfə eləyəcək 12. n-12 böyüdür 10-dan hə deyəcəm. N olacaq burada 12, 10, 22. 22 gətirib qoyanda hə deyə bilmirəm. Yox deyirəm deyə 22 yox, 23 götürüb istədiyim nəticəni əldə eləmiş oluram. Yəni, hər iki formada nəticəni gördüyünüz kimi əldə etmək olar. Necə rahatdırsa o formada gedin. Nəticəmiz olacaq ən kiçik qiymət olaraq 23. Bu qədər. Daha sonra indi baxırıq bura. ASCII-də Nigar eyni faylı Unicode'da kodlaşdırıb. Unicode'da kodlaşdırılmasında mətn 4 KB daha çox yer tutub. Bu mətndəki simvolların sayını müəyyənləşdirin. Deməli, ASCII standartında kodlaşdırılıb müəyyən bir mətn, bir də Unicode'da kodlaşdırılıb. Biz bilirik ki, ASCII-də bir simvol yaddaşda deməli nə qədər yer tutur? 8 bit yer tutur. Unicode'da isə 16 bit yer tutur. Doğru mu? İndi deyir ki, ASCII-də mətn kodlaşdırılan zaman həcmin nə qədər olduğunu bilmirəm. Amma öyrəndim ki, Unicode'a gələn zaman, yəni 16 bitə gələn zaman həcm 4 KB daha çox yer tutmuş olub. Yəni H-ın üzərinə 4 KB gəliblər. Bu tənasibə əsasən H-ı müəyyənləşdirə bilərəm. Yazıram 16H bərabərdir, 8 vurulsun. H üzərinə gəl 4 KB. Buradan 16H bərabər 8H üzərinə gəl 32 KB. Mötərizəni açırıq. Buradan nəticəmiz olacaq 8H bərabər 32 KB. Buradan da H eləyəcək. 32-ni 8-ə bölən alınır. 4 alınır da. 4 KB alınmış olacaq. Nəticəm olacaq buradan 4 KB. Doğru mu? İndi bizdən soruşulur simvolların sayı. Artıq məlumatlarım var. Belə ki, i bizdə 8 bitdir. H-ı əldə etdik 4 KB və məsələ nədir? Biz buradan simvolların sayını müəyyənləşdirə bilərik. Simvol sayı vurulsun i bit bərabər həcm düsturuna əsasən simvolların sayını müəyyənləşdirmək üçün həcmi, yəni 4 KB bölməliyəm 8 bitə. 4 KB da bitə gətirmək lazımdır. Vurmalıyam 213-ə bunun üçün. Bunu yazacağam bitlə. Buradan bitlər gedəcək. 8 ilə 4 gedəcək 2 qalacaq. 2 ilə də 213 gedəndə qalacaq 212. Nəticəm olacaq 4096 dənə simvol. Bu qədər.
Bu bunun biraz uzun qaydası. İndi gəlin qısa qayda ilə düşünməyə çalışaq. Bax, biz bilirik ki, ASCII standartındakı həcm Unicode standartındakı həcmdən 2 dəfə az olur. Məntiqlə də 8 bit burada, 16 bit buradadırsa, deməli 2 dəfə azdır. Onda əgər 4 kilobayt buradadırsa, daha doğrusu 4 kilobayt artıb, Unicode-da 4 kilobayt artıbsa, deməli ASCII-dən 4 kilobayt azalmış olur da. Yəni fikrimi necə izah edim? Baxın, 8-dən 16-ya gəlibsə, burada 2 dəfə artma qeyd olunub da, yəni üzərinə 8 gəlinib. Onda bizdə 4-ün üzərinə 4 gəlməliyik. Deməli ilkin həcm 4 olub. Ona əsasən də biz məntiqlə fikirləşib bu düsturdan yenə simvolların sayını tapa bilərik. Daha sonra sistem tətbiqi və proqramlaşdırma alətləri. Sistem proqramları hansılardır bizdə sistem proqramları? Driverlərdir, antiviruslardır, AD gedəcək bura. Tətbiqi proqramlar verilənlər bazasını idarə etməsidir, nəşriyyatdır, BY gedəcək bura. İnstrumenta da interpretatorlar da bura gedəcək C variantı. AD, BYC alınmış olacaq. Daha sonra davam edirəm növbəti sual nümunəmizlə. Aha, indi gəlin başlayaq proqramlaşdırmaya. Aha, deməli, indi baxırıq ki, burada biz nə görürük? Burada biz 1 plus 1 minus məsələsi görürük. Aha, demək ki, bir dənə k bərabər mənfi k-dan istifadə olunacaq ki, hər dəfə işarə dəyişilsin. İndi bu ədədləri biz necə görürük? Bax, 1 üstəgəl x üstü 1, 3 minus x üstü 3, 5 plus x üstü 5. Yəni, belə düşünə bilərik də, i üzərinə gəlinsin. Necə deyim mən bunu? K üstü i götürülür də, yəni, belə deyək, k üstü i, yəni, k üstü i də əslində düzgün deyil, bircə dəqiqə. K üstü i necə yazırıq biz Pythonda? Belə yazırıq da, k üstü i, belə bir şey götürülür. Yəni, bircə dəqiqə nə demək istəyirəm, bax. Görürəm ki, hər dəfə i-nin dəyərinin üzərinə x-i gələ bilər, amma x üstü i-ni gəlirlər. Bax, bu formada bunu çatdırmaq istəyirəm, necə deyərlər. İndi, nə edirik? Biz burada başqa nə görürük? Başqa burada 59-da dayanma məsələsi görürük. Onda müəyyən bir o i ədədini kiçik bərabər 59 yazmalıyam ki, mən gəlim 59-u dayanım. Aha, indi buna uyğun başlayaq proqramımızı quraq. Başlanğıc bloku zaten yazırıq, buna ehtiyac duymayacağam. Hissə gedək. Deməli, hər hansı bir x ədədi daxil edilir. X-i bilmirik neçədir. Bir dəqiqə, x-i mən bu blokun daxilində yazmalıyam. Hər hansı x ədədini daxil etdik. Daha sonra bütün cəmi p həyata keçirir. Bir dənə də p-miz var. Bircə dəqiqə, bir dənə də p var. Onda p bərabər 1 ilə başlayaq. Daha sonra i-ni 1 yazaq. 1-dən 59-a kimi hər dəfə i-ni, bir ilə bir məsələ var. Bax, 1, 3, 5, 7 gedir. Yəni, i hər dövrdə i plus 2 qədər artacaq. Bunu da nəzərə almaq lazımdır. İndi i bərabər hələ ki 1 ilə başlayaq və daha sonra da k-nı hələ ki müsbət 1 yazaq. Dövrün gedişatında amma k dəyərini dəyişəcək. Yəni, mənfi k-ya falan gələcək. İndi nə edirəm? Şərt qoyacağam. Şərtdə yazacağam ki, i kiçik bərabərdir 59-dan. Deyək ki, buna hə dediyimiz hallarda necə bir nəticə olacaq? Hə dediyimiz hal gəlin aşağısından yazaq da. Bax, bu kiçik bərabərdir 59. Deyək ki, bura hədir də. Hə halında p öz dəyərini dəyişəcək. P necə olacaq artıq? P olacaq, deməli, hər dəfə hasildir. P-nin əvvəlki dəyərini vur. Nəyə? i üstəgəl, baxın, buradan yazdığımız hissəyə. i üstəgəl x üstü i-yə. Yəni, i üzərinə gəlinsin. X üstü i. Amma məsələ nədir? Bax, 1 plus 1 minus gedir deyə k bura aid olacaq. Onda 1 üstəgəl k vurulsun, x üstü i yazmalıyam ki, k burada hər dəfə plus minusla, baxın, mötərizənin içərisindəki işarələri dəyişdirsin. Onda belə bir şey yazmalıyam buradan. İndi buradan sonra da i-ni mən 2 dəfə artırmalıyam ki, 2 dəfə demirəm, 2 vahid artırmalıyam ki, hər dəfəsində i 1-i 3-ü 5-i götürsün. i bərabər i plus 2 yazıram buradan da. Və daha sonra bu bunun hə qoludur. Buradan da gəlirəm bu hissəyə. Bu da bizim yox qolumuz olmuş olur. Bəs yaxşı, bunu mən Pythonda yığmaq istəsəm. Pythonda necə yığaram bunu mən? Pythonda hansı dövr operatoru vasitəsilə yığa bilərəm? Bircə dəqiqə, gəlin bunu Pythonda yığmağa çalışaq. Görüm orada necə bir nəticə əldə olunur. Deməli, aha. İndi bax, sırf buradakı proqramı burada yığmağa çalışıram. Onda Pythonda nə yazaram? Adi x ədədini daxil edək. Hər hansı bir x ədədini daxil edək. Aha, yazaq x bərabər, deyək ki, bircə dəqiqə, x bərabər integer input. Integer input. Aha, belə bir şey yazaq. Daha sonra indi dövrə nə yazacağam? Yox, dövr yox. Əvvəlcə mən dəyişənləri daxil etməliyəm. Bax, p bərabər 1 yazmalıyam. i bərabər 1 yazmalıyam.
Daha sonra K bərabər 1 yazmalıyam ki, hər dövrdə artsın. Yox, ini yazmayayım. Bir dəqiqə. Gəlin belə eləyək. Yox, vazgeçdim bunu yazmaqdan. Necə eləyək bunu? P bərabər 1 ilə yazım, yoxsa necə? İstəyirəm, forla yaza bilərəm. Bunu forla yazmağa çalışıram əslində. Belə eləyək onda. K bərabər 1 yazaq, bu heç. Forla yazmaq istəsəm. Forla yazsam nə edərəm mən? Bax, for dövrü ilə yazsam. İlk dəyərim 1-dir. Düzdürmü? Vergül 1-dən 60-a kimi yazım. Aha, belə tapdım. Bax, 1-dən 60-a kimi yazım və 2 addımlasın. Əla. Bircə dəqiqə. İndi mən sadəcə rəqəmləri yazdım. For i in range 1-dən 60-a kimi getsin, 1-dən 60-a kimi getsin və 2 addımlasın ki, 1, 3, 5 və s. o formada götürsün. 60-ın özünü də götürməsin, 59-u götürsün ən sonda. Əla, düzəltdim. Buradan da digər o yazdığım məqamları qeyd edəcəm. İndi P bərabər P vurulsun. Nə yazmışdım buradan? I üstəgəl K üstə I yazmalıyam da. İndi onu mən necə yazmalıyım, onu düşünün bir dəqiqə. Bunu yazım belə. I üzərinə gəlinsin. Deməli, K vur. Onda K-nı da mötərizədə yazım da adilini. Hə, çünki orada qüvvət yazacaq. Tamam. Onda yazaq K vurulsun. X üstü I. Onda X üstü I-ni necə yazarıq? X qüvvət I yazarıq da bu formada yazarıq. Doğru deyilmi? Buradan da 2 dənə mötərizəni bağlayaq. Aha, bəli, alınacaq. Bu formada for dövrü ilə də bunu yaza bilərik. K da hər dövrdə mənfi K olacaq və işarəni dəyişdirmək üçün. Daha sonra da ən sonda print P-ni çap eləmiş olacaq. Bəli, bu formada da Python-da yazmış oluruq. Bu da bunun bu falı. Sadəcə burada mən düşündüm while-la yazmaq olarmı? While-la da yazmaq olar əlbəttə ki. Sadəcə while-la yazanda burada artıq biz i-ni daxil edəcəyik və burada while yazacaq da i2 bərabər 59 kimi yazacaq. Və gəlin indi while-la yazmağa çalışaq. While düşünürəm bu formada olmalıdır. Hətta gəlin bir dənə bunu kopyalayayım. Baxın, bu onsuz da while-da istifadə olunacaq da. Ctrl-X eləyək bunu. Bax. Buraya yazaq i bərabər i üstə gəl 2. Daha doğrusu i bərabər 1. Burada da yazaq while dövr operatoru. While. 1 əgər kiçik bərabərdirsə 1 deyirəm i. I kiçik bərabərdirsə 59-dan o zaman neynə? Bayaq oradan kəsdiklərimi buraya yapışdır. Bir də i-ni gəl 2 vahid artır. I üstə gəl 2. Və ən sonda da print B. Baxın, bu formada da biz bunu while-la yaza bilərik. Bayaq buna görə qarışdırdım. Bu formada da yazmaq mümkündür. Bura 1 yazmışam, üzr istəyirəm. Burada i-dən söhbət gedir. Bu da bizim oldu alqoritmimizin həm də blok sxemimizin alqoritm formasında yazılma qaydası. Bu qədər. Daha sonra indi baxaq 89-cu sualın nümunəsinə. Deməli, bunu biz Python-da tərtib etməliyik. Bizdən nə istənilir? N natural ədədi və ən azı 2 rəqəmli N natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Tamam. Buradan bir siyahı yığacağıq biz. Daha sonra siyahının ilk və son rəqəmləri cəmi. Aha, deyək ki, ilk rəqəmi A1-ci elementidir. Son rəqəmi də, yox, ilk A1 deyil, bircə dəqiqə üzrsən. İlk rəqəmi A0-cı elementidir. Son rəqəmi isə A-1-ci elementdir. Bu rəqəmlərin cəmi tək olan elementlər. Yəni, bunların cəmi təkdirsə, yəni bu bərabərdirsə, deməli 1-ə, yox, bircə dəqiqə, cəmi təkdirsə, bu ədədlərin 2-yə bölünməsindən alınan qalıq bərabərdirsə 1-ə, təkdirsə, o zaman bunların indekslərindən ibarət A0-cı, A1-ci elementləri başqa bir siyahıya əlavə edəcəyik. Tamam, o zaman burada ən azı 2 siyahı üzərindən iş görəcəyik. Gəlin, indi bir dənə Python açım. Deməli, hər hansı n natural ədəddir. Onda n bərabər yazıram integer input. Hər hansı n ədədidir. Daha sonra söhbət 2 dənə siyahıdan gedir. Deyək ki, yazaq bir dənə A siyahısı, bir dənə də yazaq B siyahısı. Və belə bir 2 dənə siyahı yazaq. Bir dəqiqə. İndi nə edək? Gələk A siyahısının elementlərini yazaq. Yəni, belə eləyək də, for i in range deməli, n yazaq. Çünki n sayda elementdən söhbət gedir. N yazaq və A.append bura yazaq. Deməli, n sayda ədədlər klaviaturadan daxil edilir. Aha. Onda bu ədədlər A siyahısına əlavə olunur. Tamam, bir dənə A siyahısı yaradırıq. Onda buradan yazırıq input. İndi gəlin görək qeydiyyat nə göstərəcək. Yeni bir A siyahısı yaratdım. İndi bu A siyahısının bu şərti ödəyən elementlərinə uyğun başqa bir B siyahısı yaratmalıyım. Əla. İndi yazıram for, bu dəfə yazaq J in range. J in range A siyahısına uyğun gedir deyə yazaq len A
Len A. Görək gedişat nə göstərəcək? Bircə dəqiqə. Len A yazaq. İndi burada şərt nədir bizdə? Bir dənə S daxil eləyək ki, A j-inci elementi götürsün. A j-inci elementi götürsün. Şayət bu A j-inci element, yəni if. Deməli, burada məsələ nədir? Ədədin 0-cı və 1-ci elementlərinin cəmi təkdirsə, yəni buradan belə yaza bilərəm. Integer A, deməli 0-cı elementlə, bircə dəqiqə, A 0-cı elementlə belə yazaq da, deməli, integer A mənfi 1-ci elementin cəmi. Tamam. Və bu formada qeyd edək. Mənfi 1-ci elementin cəmi bizdə 2-yə bölünməsindən alınan qalğı fərqlidirsə 0-dan, yəni 1-ə bərabərdirsə, o zaman həmin o elementi B siyahısına əlavə elə. Yəni yaz B nöqtə append J. Həmin o indeks elementin indeksində J-ni əlavə eləmiş ol. Və ən sonda da bizdən o yeni yaradılan siyahı istənilir. Onda da ən sonda print B vasitəsilə həmin siyahını çap elə. Aha. Deməli, baxaq indi 90-cı sual nümunəsinə. Bizə deyir ki, informatika sözü ilə başlayan və aralarında bir boşluq olmaqla sətr daxil edilir. Aha. Deməli, sözlərdəki A hərflərinin sayını sözlərin sətirdə düzüldüyü ardıcıllıqla yanaşı yazdıqda alınan ədəd çapı verir. Aha. Nə deməkdir? Misal üçün, informatikada 2 dənə A hərfi var, 2-ni yazıb. Müasirdə bir dənə A hərfi var, 1 yazıb və elmdir sözündə A olmadığına görə yerinə 0 yazıbdır. Buna uyğun proqram tərtib eləmək lazımdır. Deməli, hər hansı sətr daxil olunur. Yazaq S bərabərdir. Input split yazaq. Niyə? Çünki belə deyimdə sizə o boşluğundan daxil edilməlidir. Ona görə split boşluqdan parçalasın. Yazaq split. Aha, indi nə edək? Bir dənə boş sətr yazaq. Boş sətr yazaq və daha sonra for deməli necə yazaq? in S və bu zaman nə edəsin? R bərabər R üstə gəl setr count. Hansı sətirdə count-u sayırım? Bircə dəqiqə. X-da count-u saymaq lazımdır. Deməli, bir-bir o elementlərlə müraciət edəcək. Onda nə edəcək biz? I-də countları sayacaq. Yəni, i.count. Görək nəticəmiz necə olacaq? Count. A-ları say. Daha sonra nə etsin bəs? Daha sonra da print R-i çap eləsin. Print R-i çapa çıxarsın. İndi gəlin görək buradan nəticəmiz necə alınacaq. Misal üçün, yazsaq buradan informatika. Burada 2 dənə A var. 2-ni çıxarmalıdır ekrana. Sonra yanaşı yazaq. Burada 2 dənə A var. Yenə 2 çıxmalıdır. İndi bir dənə də telefon yazaq. Telefon. A olmasın. Bir dənə də nə yazaq? Ana yazaq. Deməli, burada nəticə necə olmalıdır əslində? 2 dənə burada var, 2 dənə burada, 0 burada, 2 burada. 2, 2, 0, 2 olmalıdır. Baxaq. Baxın, nəticəmiz 2, 2, 0, 2-ni vermiş olacaq. Demək ki, doğru bir proqram nümunəsi yığmışıq. Nəticə olacaq bu şəkildə. Bu qədər. Bununla da biz sınavın bütün suallarını tam şəkildə yekunlaşdırmış olduq. Sağ olun.